Salam, hər vaxtınız xeyir olsun. Mən Space Akademinin riyaziyyat üzrə təlimçisi Ramizə Alışova. Bugünkü mövzu izahımız sürət mövzusundan olacaq. Demək, biz bilirik ki, sürət V hərfi ilə işarə olunur. Yəni, böyük V hərfi ilə işarə olunur sürət. Sürətin göstəricisi, işarəsi V hərfidir. Biz sürəti tapanda gedilən yolu biz zamana bölsəydik, tapırdıq sürəti. Və burada bir sual çıxır ortaya ki, gedilən yol. Gedilən yol isə S işarəsilə, yəni böyük S işarəsilə işarə olunur. Yazılır gedilən yol. Və zamanı isə T hərfi ilə işarə olunur. T hərfi ilə də zaman. Biz bilirik ki, gedilən yolu tapmaq üçün, yəni S-i tapmaq üçün biz V-ni vururuq T-yə. Yəni V nədir? Sürət. T nədir? Zaman. Demək, V-ni T-yə vuranda biz S-i, yəni gedilən yolu tapmış oluruq. Bəs sual ortaya çıxır, T-ni tapsaq, T-ni tapmaq istəsək, biz zamanı tapmaq üçün gedilən yolu, yəni S-i sürətə, V-yə bölməliyik ki, tapaq biz ümumi zamanımız, yəni gedilən yola nə qədər zaman sərf olunub. Və biz sürəti tapmaq üçün, V-ni yəni tapmaq üçün S-i bölməliyik T-yə. S-i bölməliyik T-yə, yəni S nə idi? Gedilən yol. Getdiyimiz yolu, bu yola nə qədər vaxt sərf eləmişiksə, həmin zamana bölsək, tapırıq biz sürətimizi. İndi isə bir nümunə ilə, bir məsələ nümunəsi ilə sürətin tapılmasına bir məsələ həll edək. 320 kilometr yolu avtomobil 4 saata gedərsə sürəti tap. Sürəti tap. Biz burada nə edirik? Ümumi yolumuzun uzunluğu verib bizə 320 kilometr. Biz də demişdik, gedilən yolumuz nədir? S. Və bizə zamanı verib 4 saat. Getdiyimiz yolda bu yolu neçə saata getmişsə, həmin saatı verib. Və bizdən sürət istəyir. Biz də demişdik, sürəti tapmaq üçün S-i, yəni gedilən yolu T-yə, yəni zamana bölmək lazımdır. Bizim ümumi gedilən yolumuz nə qədərdir? 320 kilometr. Düzdürmü? Nə qədər neçə saat həmin yolda olmuşuq? 4 saat. Bölürük 320-ni 4-ə. Tapırıq V-ni, yəni sürəti. 320-ni 4-ə böləndə cavab düşür 80. Sən demə, bizim sürətimiz saatda 80 kilometr imiş. 80 kilometr böl saat. Yəni 1 saatda 80 kilometr yol gedəcəkmişik. Birdən ola bilər ki, bizə belə bir cümlə düşsün. 70 kilometr saat sürəti ilə gedən avtomobil 70 kilometr sürətlə gedən avtomobil 4 saata nə qədər yol gedər? 4 saata nə qədər yol gedər? Nə qədər yol gedər? Biz nə edirdik? Gedilən yolu tapmaq üçün biz mütləq şəkildə gedilən yolu tapmaq üçün sürəti zamana vurmalıydıq. Sürətimiz nə qədərdir? 70 kilometr. Bəs zamanımız saatda 4 saat. 4 saat yolda olub. Cavab eləyir. 70-i 4-ə vuran cavab neçə eləyir? 280. Bizim ümumi gedilən yolumuz nə qədərdir? 280 kilometr. Çünki biz 1 saatda 70 kilometr getmişiksə, 4 saatda 280 kilometr yol getmiş olar.